Salam dostlar, hər vaxtınız xeyir. Bugün sizə bir yerdə null safety mövzusuna baxacağıq. Gəlin null safety nədir? Onu əvvəlcə başa düşək. Nə üçün yaranıb? Null safety-nin yaranması əslində errorların qarşısını almasıdır. Null safety zamanı yaranan errorların adı əslində null pointer exception-dır. Və burada məqsəd null pointer exception yaranmadan kod yazmaqdır. Bəs null nə deməkdir? Null əslində heç nə deməkdir. Bəs yaxşı, null pointer exception nə deməkdir? Burada onu başa düşmək üçün mən belə bir təsvir yaratmışam. Məsələn, nəzərə tutaq ki, bir qutumuz var və bu qutunun 2 halı ola bilər, əlbəttə 2 halı, bir boş qutu ola bilər, bir dolu qutu ola bilər. İçində kitab ola bilər ya da olmaya bilər, belə deyək. Əgər içində heç nə yoxdursa və biz o qutudan kitabı çıxartmağa çalışsaq nə olacaq? Bizim əllərimiz boşluğa uzanmış olacaq. Düzdürmü? Bu zaman əslində proqram null pointer exception göstərir bizə. İndi isə fərz edək ki, Kotlin bizə deyir ki, zəhmət olmasa, sən əvvəlcə qutunun içində kitab var ya yox, onu yoxla. Bir sözdən qutuya sual ver ki, sənin içində kitab var ya yox. Kotlində bu problemi həll etmək üçün bir dəyişən deyək, tip deyək, üzr istəyirəm, tiplər təqdim edir bizə. Bu tiplərin də adı non-nullable və nullable tipləridir. Bunu da belə vermək. Dolu qutunun da içində value var. Bunun içində isə gördüyünüz kimi dəyər yoxdur. Nə demək istədiyimi belə real nümunə ilə baxaq. Məsələn, əgər siz bu kod parçasından da gördüyünüz kimi string kimi bir dəyişən təyin etmisinizsə, Kotlin deyir ki, bu qutuda mütləq kitab olacaq. Yəni, bu dəyişən boş ola bilməz. Ona görə bu bərabər null yazıda gördüyünüz kimi nullun altında qırmızılı xəta verəcək bizə. Çünki siz normal olaraq stringi tipində təyin etdiyiniz bloku null edə bilməzsiniz. Lakin siz string sual işarəsi yazmısınızsa, bu deməkdir ki, bu qutu bəzən boş da ola bilər. Yəni, kitab ola bilər də, olmaya bilər də. Bu da nə deməkdir? Siz artıq əlinizi boşluğa atanda bunu bilib atacaqsınız əlinizi boşluğa. Yəni, səhv olmayacaq, error olmayacaq. Kotlin deyir ki, əgər qutunun boş ola biləcəyini deyirsinizsə, o zaman mən sizi məcbur edəcəyim ki, bu dəyişkənlə ehtiyatla işləyəsiniz. Yəni, ehtiyatla işləmək nədir? Əslində, bu sual işarəsini yazmaqdır. Sonra əvvəldə, məsələn, bu dəyişənin uzunluğunu çap edəndə müəyyən şeylərə diqqət eləməkdir. Bunu nəzərdə tutur ki, yəni Kotlin mən bunu tələb eləyir ki, sən bunlara diqqət eləyəsən. Gəlin görək, bunu necə diqqət edirik. Əvvəlcə, burada kənardakı qrafikanı da sizə başa salım. Məsələn, bu deməkdir ki, string sual işarəsi yazanda siz Harry Potter sözünü çap edə bilərsiniz, yəni stringi də, nullu da, yəni heç nəyi də çap edə bilərsiniz. Bu deməkdir. Lakin string yazanda ancaq string çap edə bilərsiniz. Null olaraq dəyişə bilməzsiniz. Burada kiçik bir null pointer exception nümunəsi qoymuşam. Hansı ki, Kotlinin sonda bizə dediyi, zəhmət olmasa siz əgər iddia edirsiniz ki, bu dəyişən boş ola bilər, onda bundan ehtiyatla işləyin ki, mən error verməyim. Error nə deməkdir? Null pointer exception deməkdir. Məsələn, burada niyə error verib? Biz deyirik, book nulldur, boşdur. Heç nə yoxdur qutunun içində. Amma deyirik ki, bu kitabın uzunluğunu çap elə. Nə olacaq burada dostlar? Error verəcək. Çünki heç nəyin uzunluğunu çap eləmək mümkün deyil deməyim. Bu yazı ilə mümkün deyil. Lakin birinci şəkildə gördüyünüz kimi bookdan sonra sual işarəsi qoysaq, bu zaman elə null olaraq çap olunacaq. Burada da ikinci bir nümunə vermişəm ki, əvvəlcə, məsələn, Harry Potter adlı kitabım qutunun içindəymiş. Lakin sonra kitabı götürmüşəm və yenə print eləyəndə null olaraq çap olunur. Ümid edirəm ki, başa sala bilirəm. Bu metodun adı safe call operatoru adlanır. Yəni, təhlükəsiz geri çağırma kimi başa düşə bilərik. Artıq book dəyərini biz boş olsa belə error vermədən onun uzunluğunu çap eləməyi öyrəndik. İndi isə burada null olmayan bir dəyişənin dəyərin qiymətini çap eləmişik. Harry Potter sözünün uzunluğu çap olunub.
Bu nədir? Məsələn dostlar, gəlin nümunəli şəkildə baxaq. Burada ikinci şəklə baxaq, fərqi yoxdur zaten. Burada nə etmişik dostlar? Biz nul olduğu halda nulu çap eləmişik. Yəni qutunun içində heç bir şey olmayanda avtomatik bizə qaytarır ki, heç bir şey yoxdur. Amma mən istəyirəm ki, qutunun içində heç bir şey olmayanda mənə 0 qaytarsın. Yəni desin ki 0. Mən özüm elə başa düşmək istəyirəm. Bunun da yolu var. Katrin sağ olsun. Nə edirik bu zaman? Yazırıq ki, uzunluq bərabərdir. Book /lens bura qədər eynidir. Lakin bundan sonra bu işarəni istifadə edirik. İşarənin adı else. Baxın bir dəqiqə. Unuttum. Elvis. Yes. Elvis operatordur. Elvis operatorundan istifadə edirik. Elvis operatorundan da istifadə edərkən 0, yəni məsələn bu artıq çap olunca sözü 12 çap olunacaq. Çünki Harry Potter 0 deyil bizdə. Elvis operatorundan deyir ki, amma 0 olsa 0 çap elə. Məsələn burada da 0-a aid bir nümunə yazmışam. Yəni əgər 0-dırsa 0 çap elə. Bu belə bir şeydir. Daha sonra isə keçək növbətiyə. Bunu belə izah eləmək istəyirəm. Məsələn, siz evinizi dəyişirsiniz. Evinizi dəyişərkən bir qutu var və qutu bilirsiniz ki, üstünə yazmışsınız ki, belə deyim, nullable'dır bu. Amma əminsiniz ki, nullable nə idi bu arada? Yəni nullable boş da ola bilər, dolu da ola bilər. Yəni bu sağ işarəsini nəzərdə tuturam. Sağ işarəsini qoymusunuz qutunun içinə. Amma əminsiniz ki, siz bu qutunun içinə kitabları qoymusunuz. Çünki niyə əminsiniz? Ağzını bağlamışsınız, belə deyil. Sizin də ananız gəlir, soruşur ki, bəs bu qutu doludur ya boş? Siz deyirsiniz ki, yoxlayım ya yox. Ananız belə sual verir. Siz deyirsiniz ki, yox. Yoxlama, ehtiyac yoxdur. Mən əminəm ki, o qutu doludur. Və ananız yoxlamır bunu. Bu əslində deməkdir. Nə deməkdir? Belə də baş salaq. Yəni, əminəm ki, book dəyişən 0 deyil. Yəni, qutunun içi boş deyil. Əminəm. Ona görə sən ona heç yoxlamağa dəyməz. Nida işarəsi qoyuram. Hətta əminəm deyəndə sonda bir nida da qoyuruq biz özümüz danışanda da. Əminəm ki, içi boş deyil, içində kitab var. Sən birbaşa elə onun uzunluğunu çap elə. Anamız deyir ki, birbaşa sən onu götür apar da. Bu da bu deməkdir və lensi çap edir 12. Amma burada bir təhlükəli hal var və çox vaxt da proqramçılar bundan istifadə eləmir. Çünki düşünün ki, siz səhvən, içi dolu olsa da olub da səhvən ağzını bağlayıb qoymusunuz sonra qutunu. Bu zaman nə olacaq? Əlbəttə error verəcək. Ona görə bu çox da tövsiyə olunmur. Bunun da adı var. Bunun da adı not null acceleration operatordur. Burada artıq mən sizə bəzi null pointer exception nümunələri göstərmişəm. Hətta baxın, burada yazılıb errorun adı. Gəlin baxaq. Burada nullable dəyişən vermişəm və dəyişən 0-dur. Lakin heç demə 0-muş. Amma mən də iddia edirəm ki, bu 0 deyil və onun uzunluğunu çap eləməyə çalışıram. Nə olur? Əlbəttə error verir. Ümid edirəm başa sala bildim. Bu slaydın linkini aşağıya description hissəsinə əlavə edəcəm. Çox sağ olun, növbəti videoda görüşərik.